Bəs bu Rusiya-Ukrayna müharibəsinin bitmə ehtimalı gələn il? İlin birinci yarısı açığı ilin birinci yarısı bitmir. İyulun əvvəllərinə qədər hesablamışam. Ondan sonra deyir, dilxor oldum, deyir, qələmi qoydum yerə. Amma ilin birinci yarısı bitmir. İndi sözlər səslənir siyasilərdə. Martda, bəzi, hətta 25-də deyirlər ilin axırı. Çox təəssüf ki, bitmir də. Amma bu müharibədən Rusiya qalib çıxmayacaq. Onda bir daha neçə dəfə dediyimi təkrarlayıram. Rusiya qalib çıxmayacaq. Bizə dünya bir iş görürsə, bayaq deyim, emosional əhali sadə xalq kimi deyil. Rusiyanı bir bataqlığa salıblarsa, indi təzədən həyətdə qayıt get, hələ əlavədə tutdun, qal elə belə, ölkə biraz da böyüsün, özündə biraz güclən, belə deyil. Oyunu qurublarsa, bu uduzana qədər, Rusiya çökənə qədər bu müharibə davam eləyəcək. Ateşkəs ola bilər, bizdə 30 il olmadı, amma burada 30 yox, bir 3 il, 4 illik ateşkəs ola bilər. İlin ikinci yarısı mümkündür. Amma hərə öz yerində hələ ki qalır. Sonra artıq müharibədən dərslər çıxarılır. Rusiyanın amma belə deyim, əhatəsi çətin. Hələ gələnir Trump yerində qalacaq, qalmayacaq, o da müəmmalıdır. Sən oktyabrda onun belə deyim də o hakimiyyət kürsüsündə oturmağı çox çətin olacaq oktyabrına qədər. Sentyabr, oktyabr onun üçün çox ola bilər impeachment elan eləyərlər, ola bilər elə bir səhv eləyər ki, artıq gördüyünüz kimi demokratlara qoşulur respublikaçılar. Halbuki onlar demokratlar özləri aktivlik gözləmir, bütün o senat seçkilərində, kongres seçkilərində falan da artıq öz adamlar da onun əleyhinə danışır. Yavaş-yavaş, onsuz da seçilənə qədər 50 dəfə prokurorluq çağırdı, başqa şeylər elədilər. Bu da hətta bir günlük rəmzi olaraq həbsdə də yatdı, getdi orada bir gün qaldı və cəriməsini ödədi, çıxdı, gəldi. İndi də gələndən Amerika əhalisinin 68%-i Amerikanın Rusiyaya qarşı olmasını istəyir. Ukraynanın yanındadır. 68-ində oradan qalır 32%, onlar da mütləq əksəriyyət Rusiyanı sevmir. Sadəcə neytraldır, biz qarışmırıq deyən, filan deyənin Rusiya tərəfdarı da 5-6%. Yəni, belə bir halda bəzən insanlar ümidsizləşir. Rusiya bu savaşdan qalib çıxmayacaq. Elə başlığa belə də qoya bilərsiniz. Rusiya bu savaşdan qalib çıxmayacaq. Gələn ildə müharibənin bitmə ehtimalı çox azdır. Yox. Birinci yarısı iyula qədər bu davam edir təəssüf ki. İndi sonrasını Allah kərimdir. Biz oranı proqnozlaşdırmamışam da. Yəni.